Burada da gəvən bitkisini görürük. Astragalus növlərindən biri. Bunların sarı çiçəkli, çəhrayı çiçəkli, mavi çiçəkli növləri olur təbiətimizdə. Hamısı da demək olar ki, tibbi məqsədli istifadə oluna bilir. Əsasən immun sistemi gücləndirici, hüceyrə qoruyucu, qanda şəkər nizamlayıcı, bir çox dəyərli təsirləri, faydaları var. Amma əsasən kökləri istifadə olunur. Astragalus gəvən bitkilərinin tibbi məqsədli kökləri istifadə olunur. Sarı çiçəkli astragalusdur, səhv eləmirəmsə. Bunun da tibbi məqsədli kökləri istifadə olunur. Baxın, belə yerə yatıq formada canlanır. Təbəqəli çiçəkləri olur. İndi yaz olduğundan hələ çiçəklərinə var çıxmağına.